Eğer istəyirsən ki, duan qəbul olunsun, o zaman məcbur qalan bir insan kimi dua et. Nə deməkdir məcbur qalan insan? Yəni sıxıntıda olan insan. Bilir ki, Allah'tan başqa çarə yoxdur. Çünki Allah'ın izni olmadan heç kəsin duası qəbul olunmaz. Duanın qəbul olma ehtimalını yalnız böyük bir ehtiyac və səmimi acizlik hissi ilə ona yönəldiyində artır. Qəlbin deyir, qəlbində bir acizlik var. Yəni boynun, yəni sıxıntı, acizlik, ehtiyacını qəlbən etiraf edirsən. Sanki sığınmağa yerin yoxdur. O zaman dua Allah dərgahında əziz olur. Duanın təsir olması üçün Allah qarşısında tam bir acizlik və təslimiyyət hissi ilə Rəbbinə səcdə elə. Heç kəsə üz çevirmə, yalnız Allaha və göz yaşlarınla ona yalvar, səmimi, təmiz bir qəlblə. Duanı davam etmək və israrla Allaha yalvarmaq insana uğur qapılarını açar. Çətinlikləri aradan qaldırar və işlərini asanlaşdırar. Dua, qorxan qəlbə rahatlıq, ümidsizə ümid, gələcəyə arzu, yoxsula zənginlik, acizə güc, təlhan olana yoldaşlıq, qəlbi sıxılana genişlik, haqsıza haqq, xəstəyə şəfa, ruhuna da səadət bəxş edər. Allah buyurur Quran-ı Kərimdə. O zaman Rəbbinizə yalvardınız və mən də duanıza cavab verdim. Duanın qəbul olmasına nə qədər ehtiyac olduğunu hiss et. Necə ki, boğulan bir insan kömək üçün çağırır. Eləcə sən də Allah'tan kömək və nicat dilə. O zaman Allah duanı qəbul edər və arzun gerçək olar.